Hər vaxtınız xeyirli olsun. Bugün birlikdə Talış mətbəxinin ləziz tamlarından olan badımcan ləvəngi hazırlayırıq. Bunun üçün badımcanlarımızın baş hissəsini kəsirik, artıqlarını təmizləyirik. Daha sonra isə içərisini oyub, üzərinə deşiklər atırıq. Deşiklər atmaqda məqsədimiz odur ki, qaynayan zaman acısı daha yaxşı çıxa bilsin. Daha sonra qazanımızda suyu qaynadırıq, üzərinə duz və badımcanları əlavə edib təxminən 10 dəqiqə qaynadırıq. Başları yumuşalmağa başladıqdan sonra isə ocaqdan götürürük. Üst-üstə yığmırıq qazandan boşaldan zaman yan-yana düzürük. Çünki üst-üstə yığarsaq içləri xəmirləşəcək. Ona görə də yan-yana düzürük və biraz sərinləməyini gözləyirik ki, əlimizi yandırmasın. Düz bir yer üzərində hamısını yumru şəkildə yerləşdiririk. Videoda da görəcəyiniz formada. Bu formada ona görə edirik ki, üst-üstə qoyan zaman acıları daha yaxşı çıxa bilir və qazanın altına yerləşə bilir. Çünki çox böyük bir əşyanı istifadə edə bilmərik. Ona görə də üst-üstə yumru bir şəkildə yığırıq. Mən üzərinə böyük bir qazan dolusu su qoydum. Əgər belə bir şəraitiniz yoxdursa, evdə edəcəksinizsə, məsələn, aş süzənin içərisinə yerləşdirib, üzərinə bir qapaq qoyub və 20 litrlik su baçoku falan da qoya bilərsiniz, daha rahat suyunu buraxsın deyə. Bu şəkildə yerləşdirdikdən sonra təxminən 6-7 saat gözləyirik ki, acı suyunu buraxsın. Videoda da görürsünüz necə artıq içərisindən sarı sular tökülməyə başlayır. 5-6 saat sonra isə yığıb içlərini duzlayırıq ağız dadımıza uyğun olaraq və keçirik ləvəngini hazırlamağa. Bunun üçün təxminən 300 qram qoz istifadə etdim. 300 qram qozumun üzərinə 7-8 ədəd soğanı da maşından keçirdirəm. Təmiz bir kapron, istifadə olmamış bir kapronu ət çəkə maşının ucuna taxıb soğanın içərisinə doldururam. Çünki daha sonra acı suyunu sıxmalıyıq. Soğanları maşından keçirdikdən sonra yaxşı-yaxşı yuyuram. Elə kapronun içərisində saxlı bir şəkildə soğan öz acı suyunu daha yaxşı buraxsın deyə və qozumla birləşdirib, suyunu sıxıb qozumla birləşdirib üzərinə ağız dadına uyğun olaraq duz, istiot, biraz da palçıq turşusu əlavə edirəm. Yay fəsli olduğunu nəzərə alaraq bir ədəd pomidor da ləvəngimə qatıram ki, daha qəşəng bir dad versin. Bunları etdikdən sonra isə hazırlamış olduğum ləvəngini badımcanların içərisinə doldururam. Normalda badımcan ləvəngisi qazın üzərində pişir. Mənim qazlarım hamısı doluydu. Ona görə də sobada pişirdim. Əvvəlcədən 200 dərəcədə isitmiş olduğum sobada listimi bol-bol yağlayaraq badımcanlarımı düzürəm və arada çıxardıram, çevirirəm tərs üzünə. 1-2 dəfə bu prosesi eləyirəm ki, hər tərəfləri yaxşı yağlana bilsin. Tavada eləyən zaman da 2-3 dəfə çevirməyiniz daha yaxşı olar. Bu şəkildə ləvəngilərim artıq hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun.